Bütün boyumuzdan başladı. Neçə ay dərsə gəlmişəm qızım? Ata qurban. Hadi görüm. 7 aylı orta məktəbdə öz başına alıb gedir. Uşağı dərsə göndərmişəm. Sizin rəhbəri zəng edir. Uşağın gəl bir saat sonra zəng edir. Uşağın gəl aşağıdadır. Dövlət qurumlarından xahiş edirəm. 7 aylı orta məktəbə və onun rəhbərliyində nəzarət edəsinlər ki, bəs uşağın günahı nədir? Elmdən, təhsildən niyə yayındırır ki? Qardaş, niyə? Çünki bu hakimiyyətə elm təhsil zaten maraqlı deyil. Bu Əliyev rejimi bilirsiniz ki, dostlar, İsrailin tulasıdır. Şəxsən İlham Əliyev İsrailin tulasıdır. Yəni ora bu dəqiqə mini yubqalı bir balaca qızlığa getsədə orası burası açıq. Həmən dəqiqə dərsə buraxacaqlar. İndi sual verə bilərsiniz ki, niyə buraxmısınız? Məsələnin əsas səbəbi var. Balaca uşaq təhsil almaq istəyir. Onun hicablı olub olmaması onun təhsildən yayınmasına heç bir maneə deyil. Bəzi hicablı bizim uşaqlar olub, tələbələr olub ki, universitetə ən yüksək balla giriblər. Burada məqsəd nədir? Bilirsiniz ki, bu Yahudi tulası İlham Əliyev Qəzzadakı soyqırımda, yəni SOCAR vasitəsilə 20 mindən çox uşağın öldürməsində İsrailə dəstək oldu. Və bu gün İlham Əliyev hakimiyyətini ayaqda saxlayan məhz İsraildir ki, onların bir başlıca məqsədi var. İsrail bilirsiniz ki, Yahudilər dünyada belə bir düşüncəyə sahibdirlər ki, yəni Yahudidən başqa hər kəsi, hətta bunların Tövratlarında da yazıb ki, Yahudidən başqa hər kəsi öldürəcəksən, onlar bizim düşmənimizdir. Bunların da əsas, yenə deyirəm, əsas məqsədi dünyada pozğunçuluğu, əxlaqsızlığı təbliğ eləməkdir. Və bu gün də İlham Əliyev Yahudi tulası, İsrailin tulası olaraq İsraildən aldığı göstəriş bundan ibarətdir ki, Azərbaycanda gendən başlayaraq, aşağı fundamentdən başlayaraq, məktəblərdə pozğunçuluğu təbliğ eləmək. Bunun üçün nə eləmək lazımdır? Dini yox eləmək, dini aradan qaldırmaq lazımdır ki, bu da əsas başlanğıc uşaqların, məsələn, hicab taxmaması, nə bilim, pozğun TikTokda videolar paylaşması. Baxın, TikTokda hətta uşaqlar da artıq pozğunçuluqla məşğuldur. Bu hamısı Əliyev rejiminin İsraildən aldığı təlimatlar əsasında baş verir. Digər tərəfdən mən dəfələrlə video paylaşmışam. Həm YouTube'da, həm Instagram səhifəmdə, həm Facebook Manat Cəlizadə, həm Instagram Diktator səhifəmdə ki, Azərbaycanda nə qədər Yahudilərin o dini ibadət yerləri var. Orada hətta uşaqlar belə tam sərbəst şəkildə öz dini ibadətlərini yerinə yetirirlər. Uşaqlar belə. Sinagoglar var. Orada hansı ki, orada Yahudilərə aid dini ayinlər həyata keçirirlər. Bəli, bu Azərbaycanda nə qədər sinagoglar var Yahudilərə aid. İndi sual verə bilirsiniz ki, İlham Əliyevin götü çatarmı ki, o Yahudilərə, o sinagoglara aid o uşaqlara orada girişinə qadağa qoysun? Xeyr, təbii ki. Çünki İlham Əliyev, türklərin bir sözü var, Yahudinin tasmalı köpəyidir. İlham Əliyevin heç vaxt götü çatmaz. Çünki İlham Əliyevi hakimiyyətdə qoruyub saxlayan İsraildir. Həm dünyada artıq bilirsiniz ki, İsrail dünyada soyqırımçı, uşaq qatili kimi tanınan bir terror dövlətidir. Və Azərbaycanda bir ara daha çox idi İsraili sevənlər, özünə dost qardaş eləyənlər. Və mən o İsraili sevənlərə demək istəyirəm ki, bugün bu uşağın məktəbə başı bağlı şəkildə girməməsinin səbəbkarı məhz İsraildir. İlham Əliyev və İsrail belə göstəriş veribdir. Azərbaycanda dini tam ortadan qaldıracaqsınız, məscidlər bağlanıb görsünüz, uşaqlar məktəbə buraxılmır, dini ibadətlə məşğul olmaq qadağandır. Amma əvəzində baxın, Azərbaycanda Heydər Əliyev hakimiyyətə gələndən, xüsusilə İlham Əliyev Mehriban Paşayevə ölkənin başına keçəndən sonra Azərbaycanda nə qədər diskotekalar və barlar açıldı. Bugün 14-15 yaşında qızlar hətta pul qarşılığında valetə çıxırlar. Bunların hamısının səbəbkarı Əliyev rejimidir Azərbaycan xalqı. Və buradan mən çağırış edirəm o dindarlara. Azərbaycanda sünni, şiə fərqi yoxdur. Azərbaycanda bugün milyonlarla namaz qılan, ibadətlə məşğul olan dindarlar, hətta cindarlar var.
Səsiniz niyə çıxmır, hə? Azərbaycanda bu dəqiqə bu hicab bunların olub gözünə girir konkret şəkildə. Yəni çünki dediyim kimi İsraildən belə bir təlimat aldılar. Həmin o dindarlar niyə səsinizi çıxarmırsınız, hə? Ləzzət eləyir də uşağınız hicablı şəkildə məktəbdən geri qaytarılır, hətta bəzi hallarda təhqir olunur, alçaldılır. Niyə o dindarlar, Azərbaycandakı dindarlar, siz niyə səsinizi çıxarmırsınız? Axı bu uşaq da nə olsun başı bağlıdır. Onun öz seçimidir, dini seçimidir. Məktəbə buraxılmır. Uşaqlar məktəb yoldaşlarının yanında alçaldılır, təhqir olunur. Sabah sənin də, elə sən bu videonu izləyən dindar, sən də o balan bu şeylə qarşı-qarşı, bu hərəkətlə qarşı-qarşı. Niyə səsini çıxarmır, ha? Niyə səsinizi çıxarmırsınız? Ay cindarlar!